Azərbaycanda insan alveri cinayətləri ilə bağlı axtarışda olan şəxslərin sayı açıqlanıb. Hazırda bu kateqoriya üzrə 13 nəfər təqsirləndirilən şəxs axtarışdadır. Onlardan 4-ü Cənub bölgəsinin sakinləridir. Məlumata görə, axtarılan şəxslərdən Şiriyeva Vüsalə Raqib qızı 1981-ci ildə Astara rayonunda anadan olub. O, insan alveri maddəsi ilə 2024-cü ildə axtarışa verilib. Digər şəxs Məmmədova Gülnarə Vladimir qızı 1979-cu ildə Lənkəran şəhərində anadan olub və 2022-ci ildən axtarışdadır. İsayeva Azadə Eynəli qızı 1964-cü ildə Lənkəran rayonunda doğulub. O, 2020-ci ildən insan alveri ittihamı ilə axtarışa verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Interpol kanalları ilə beynəlxalq axtarışdadır. Həmçinin Məmmədova Gülxanım Xudam qızı 1964-cü ildə Cəlilabad rayonunda anadan olub. O, 2008-ci ildən axtarışdadır. Barəsində həbs qətimkan tədbiri seçilib və Interpol xətti ilə beynəlxalq axtarış elan olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir.